Uşaqlar gəlin görək, Moğollar hansı hesab kitabla bizim dilimizi dəyişib türk eləyiblər. Bu İran və qonşuluğunda olan neçə ölkənin xəritəsidir. Nəqşənin, planın türküsü olar xəritə. Bütün tarixçilərin yazdıqlarını oxuyanda görürük ki, Moğollar Şimal və Şimal Şərq İrandan giriblər içəriyə. Yəni Neşaburdan, Tuzdan, Gilandan və bulardan. İranın indiki sınırların nəzərdə tutsaq, ən son şəhərlər, bölgələr ki, şərh olunub. Buyur. En son Bakı dilidir. Kimin oğlusan sən? İrəmin oğlu müəllim. Evin neçənci uşaqsan? Son beşiyəm müəllim. Lal olunda sarsaq onu sarsaq. Qulaq asın. Bildik ki, Azərbaycan bölgələri ən son bölgələr fəth olunub və içində də Ərdəbil şəhəri ən son bölgədir ki, fəth olunub. İndi Moğollar Şirini ilə Dəstəgüllə də girsələr içəriyə, Şimal və Şimal Şərq İrandan giriblər içəriyə və bu şirinliği buradakı şəhərlərimizdə adıblar. Yox, bunlar demişkən, təcavüzlə girsələr də içəriyə, təəssüflə yenə də buradakı şəhərlərimiz bu acılığı dadıblar. İndi day, özünüz bilərsiniz ki, təcavüzlə giriblər içəriyə, yoxsa Şirini ilə, Dəstəgüllə. Ya qoyun belə deyim, Moğolların uçaqları yox imiş ki, yəni hava peymaları, yox imiş ki, buradan dız uçub gəlib burada bizim dilimizi dəyişələr, bir də dız uçub qayıdıb gedələr. Ya biz bildiyimiz qədər qanatlı atları da yox imiş ki, pıtko buradan uçub bunları keçələr, bizim dilimizi dəyişib, bir də pıtko qayıdıb gedələr. Görürsünüz uşaqlar, bunların dedikləri bu qədər məntiqsiz və gülməlidir, amma təəssüflə medialar güclüdür və allada bilirlər. Ya başqa bir misal verim sizə uşaqlar. Düşünün ki, Tacikistanın farsları Ərəbistanı fəth edirlər. Və buradakılara deyirlər ki, buradan bir yana fars yox, bəlkə İspaniş, İngiliz, nə bilim, nə mənə danışacaqsınız. Görürsünüz, nə qədər gülməlidir. İndi Moğollar da bizi fəth eləyiblər burada. Deyiblər, buradan bir yana Moğol yox, bəlkə türkü danışacaqsınız. Bu qədər məntiqsiz və gülməli sözlərlə bizim manqurtları alladıblar. Ya sənədli bir misalla sizi qutarım uşaqlar. Vladimir Minorski, hələ düşmanlarımızın qəbullandığı bir Rus tarix yazıcısı dəfələrcə Ağqoyunlular barəsində yazdığı məqalələr və kitablarında buna toxanıbdır ki, Oğuz türkləri Moğollardan çox öncə Azərbaycanda olublar.